بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین بارئ الخلائق اجمعین و صلی الله علی سیدنا و نبینا ابی القاسم المصطفى محمد صلی الله علیه و آله و لعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين ولها جلال ليس فوق جلالها إلا جلال الله جل جلاله ولها نوال ليس فوق نوالها إلا نوال الله عما نواله. Bana bunadır ki, bu öncecəni danışığımız Zəhra xanımın yaşayış barəsində olsun. Nasıl anadan olub, nasıl yaşayıb ve nasıl dünyadan gedib. Olar ki, Allah-u Zülcelal bunları vəsilə eləyə biz onların mühibbilərindən qərar tapaq, dünya ziyarət, axirət şəfaətlərindən bəhrə alaq və onların yaşayışı ilə yaşayaq və onların yaşayışı ilə və onların ölümü ilə ölək. Və bu sözlər, bu qonular, bu demələr, eşitmələr axirət zəxirəsi ola bizə. Bu qədər var ki, 5 tənə alə əba, yəni 5 nəfər əbada olanlar, bunlar bir nurdular. Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurdu ki, əvvəl o ki Allah yarattı, nurudur. İkinci kərən o ki Allah yarattı, ruhudur. Ruhla nuru qarışdırdı, mənim nurum oldu. Və əmoğlum Əlinin nuri mənim nurumdan. Və qızım Zəhranın da nuri bizim nurumuzdan. Biz uzun zaman Allaha həmd elədik, səna elədik, zikr dedik, təsbih dedik. Dünyada nə yer var idi, nə göy var idi, nə mələk, Allahdan sonra heç bir mövcud yox idi. O gün oldu, Allah mələikələri yaratdı və bizi onların yaranmasına şahid tutdu. Mələikələr zikri, təsbihi bizdən öyrəndilər. Zikr-i təsbihi biz mələikələri öyrətdik. Sonradan ayrı mövcudat yarandı, yerlər, göylər yarandı. Bir halda ki, mələikələri və bizi onların yaranmağına Allah şahid tutdu. Odur ki, Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləm buyurur. Bir gün bir mələk gəldi mənim yanıma, bir məxsus qiyafə ilə. Mən soruşdum, qardaş Cəbrail, indiyəcən səni bu qiyafədə görməmişəm. Ərz elədi, ya Rasulallah, mən Cəbrail deyirəm, mən bir mələkəm, adım Məhmuddur, ləqəbim Sərsaildir. Birinci dəfədir mən gəlirəm yer üzünə. Gəldim sənə müjdə verəm ki, Allah Fatimənin kəbinin kəsdi Əli ibn Əbi Talibə göylərdə. Mən tələsik gedirəm, Cəbrail gələcək sənə təfsilən deyəcək nə olub. Gedəndə mən gördüm bu mələkin kürəyində bir yazı yazılıb 2 çiyninin arasında. Orada yazılıb La ilahə illallah Muhammedun Resulullah
və əliyyun vəsiyyuh. Allahdan sonra bir Allah yoxdur, Peyğəmbərdən də sonra Peyğəmbər gəlməyəcək və Əli də o Peyğəmbərin vəsisidir və xəlifəsidir və yerində əyləşəndir. Soruşdum ki, Məhmud Mələk nə zamandan bu yazı sənin kürəyində yazılıb? Ərz elədi, ya Resulallah, 24.000 il aləm yaranmamışdan. 24.000 il Adəm yaranmamışdan bu yazı mənim kürəyimdədir. Yəni o zamanlar bu 5 nəfərin nuru varmış və heç mövcud yoxmuş. Ta Allah baba Adəmi yarattı. Baba Adəmdən sonra Həvva yarandı. Allah tamamı mövcudatı cüt yaradıb. Quşları cüt yaradıb, balıqları cüt yaradıb, insanları cüt yaradıb. Nə mənə dünyada hərəkət eləyən, yaşayan, canlı deyir bir insan var, onlar hamısı cüt yaranıblar. Hətta hədislərdən və Quran ayələrindən belə ələ gəlir ki, güllər özləri də cütdür. Meyvələrin də gülləri cütdür. Bunlar cüt yaranıblar. Adəm və Həvva yarandılar. Allah bunlara əmr elədi ki, gedin behişdə. İmam buyurur ki, bunlar behişdə varid oldular. Əvvəldən axıracan 7 saat behişdə qaldılar. Özü də dünya saatlarından, nə axirət saatlarından. Axirət saatləri uzundur. Dünya məmuli saatlardan. Bu 7 saat ki dolanırdılar, gözləri bir fotoğrafa əksə düşdü. Gördülər, onun da qaşı, gözü, qiyafəsi bunlara bənziyir. Dedilər, Allah bizdən öncə bir dənə insan yaradıbsan, bizi onun üzündən şiklini çəkibsən, onun üzündən bizi yaradıbsan, bu ikinci dəfə yaranmaqdır, biz yaranırıq. Allah tərəfindən xitab yetişi yox, əvvəlinci və birinci dəfədir ki, siz yaranıbsınız bu qiyafədə. Və bu kimdir? Dedi, xitab yetişdi, bu Peyğəmbər axırı zamanın qızı Fatimədir. Axırın Peyğəmbərdir sənin nəslindən, bu onun qızıdır. Adəm, boynundakı boyunbağı onun əri və həyat yoldaşı və qocası Əli əleyhissalamdır. Başındakı saç babası Peyğəmbərdir. Qulaqlarındakı sırqalar da İmam Həsən, İmam Hüseyndir. Adəm, İzzət-i Cəlalımı and olsun, yeri göyü, tamam aləmləri bu 5 nəfərə xatir yaratmışam. Kimə səvab verəm və cənnətə aparam, bunlara xatirdir. Və kimi ateşə və Allah əzabına yetirəm, bunların ədavətinə görədir. Müvazib ol, bunlara həsadət eləmə. 7 saatdən sonra Adəm o buğdanı yeməklə behişdən qovuldu. Pəşimanladı behişdən qovulmağına ki, niyə bir belə gözəl nemət əlindən çıxdı? Bəzi hədislərdə 40 gün, bəzi hədislərdə 40 il ağladı. Yoruldu Adəm. Gözünün yaşı, gözünün qabağına yol saldı, xət saldı. Gün bir tərəfdən düşür, ağlamaq gözün şor suvu bir tərəfdən. Bir gün Cəbrail gəldi, Adəm, o qızın əksi yadından çıxıb, yox Cəbrail yadımdadır, niyə onları Allaha şəfi aparmısan? Cəbrail nə cür deyim? Dedi, denən, ya Hamidu bi haqqi Muhammed. Ya Ali bi haqqi Ali, ya Fatiru bi haqqi Fatimə, ya Muhsin bi haqqil Həsən, ya Qadiməl İhsan bi haqqil Hüseyn. Adəm babamız bu adları Allah dərgahına şəfi apararaq Allah tövbəsini qəbul elədi. Və tələqqa Adəmu min Rəbbihi kəlimadin fətəbə əleyh. Allah tərəfindən Adəm bir şeylər, dualar eşitdi və o adların bərəkətinə Adəm babanın tövbəsi qəbul oldu. Sonra buyurur, biz Allahın təqdiri ilə düşdük Adəm babanın sülbünə.
Nesli be nesli dolandık. Adem mevki ki dünyadan gitti, Nuh'un tufanında biz Nuh'un sülbündeydik. Allah bizim hatırımıza tufanı, necat verdi tufandan Nuh peygamberi. İbrahim'i oda atanda, ateşin içinde biz Nuh, İbrahim'in sülbündeydik. Allah bize hatır otu ona gülistan eledi. Hey nesli ve nesli, o pak sülbüden pak rahime, pak sülbüden pak rahime, ta yetiştik babam Abdülmuttalib'e. Babam Abdülmuttalib'de 2 bölündük, ya 3 bölündük. 2 pay bulurudan gitti Abdullah'ın sülbüne, 1 pay ondan gitti əmim Əbu Talib'in sülbüne. Əmim Əbu Talib'den əmoğlum Ali oldu, babam Abdullah'dan da mən dünyaya geldim. Bas biz bir nuruq Allah tarafından ve Abdülmuttalib babamda bölünmüşük. Ammar Yasir nəql edir ki, bir gün Hazreti Ali aleyhisselam gedirdi evine, mən de onun dalıcan getdim. Getdik, kapını döydük, selam verdik. Varid olduk. Fatime-i Zəhra bizim selamımızın cevabını alandan sonra buyurdu ki, əmoğlu, deyirsən deyim məsciddə nə ittifak düşdü? Ne cür oldu siz, kim danıştı, kim ne dedi diyeyim onları. Fatime, kim sana deyip, ya da əmoğlu ben bunların hamısını bilirəm. Ali aleyhisselam təəccüb elədi, dalı geyitdi. Mən də geldik Peygamberin huzuruna. Peygamber Xuda buyurdu, Ali can, gedibsən evden bir xəbərli gəlibsən, mən deyim ya sen diyesen ne oldu? Dedim sen de ya Resulallah, söhbət səndən şirindir. Buyurdu, getdin evə, kızım Zəhra dedi ki, deyirsən deyim məsciddən nə ittifak düşdü, sen təəccüb elədin gəlibsən, bilmirsən ki, ya Ali, Fatime'nin nuru bizim nurumuzdandı. Ya Resulallah, Fatime'nin nuru bizim nurumuzdandı, buyurdu, bəli. Emirül Müminin səcdə elədi, şükür səcdəsi elədi camıda. Ondan sonra çıxdılar, gəldilər. Elə ki, Əmmar deyir, gəldik evə, yenə salam verdik. Zəhra xanım bizim salamımızın cevabını alandan sonra, burada əmoğlu getdin, babama belə dedin, babam cevabda sənə belə dedi. Vallahi nə mənə dünyada elmi var, yerləri, göyləri, gələcəyi, geçəcəyi hamısını mən bilirəm. Hamısının elmi mənim yanımdadır. Ayrı hadislerde var, necə Peygamberin nüfuzu var kovuna, ixtiyarı var aləmə. Ali aleyhisselamın nüfuzu, ixtiyarı var. Fatime-i Zəhra da bunlardandır ki, həman nüfuz ve ixtiyar Fatime-i Zəhra'dadır. Aylar dolandı, günler dolandı. Allah irade elədi bu Fatime dünyaya gələn. Şu özü ərz elədi, əmoğlu, mən bir dana behişte bir meyveydim bir ağaçta. Allah tarafından bu ağaç muhafizet olurdu. Babam Peygamber miraca gelende Allah emreledi, o meyveni yedi ve benim nurum müntekil oldu babam Peygamberin sülbüne. Ondan sonra geldi evde hembester oldu anam Hadice ile ve ben müntekil oldum anam Hadice'nin rahimine ve ben oradan dünyaya gelmişim. O nuram ki dünyada mütevellid olmuşam. Ona göre ki bu təşrifat çok kıymetli ola ve dünyada bir hanım ola ki tamam hanımlara ders ola, ölçü ola, endaz ola, edepte, kemalda, celalda, iffette, hayada, sekavette, imanda, nenelikte, kız olmakta tamam cəhətlərdən numune bir hanım ola, Allah o təşrifatı ki Hanım Zehra'nın anadan olumunda encam verip hiçbir insanın teşrifatında o tür bir şey olmuyor. Ve liza Allah peygamberine emreledi ki peygamberim 40 gün eve gitmeyeceksen ve bu 40 günü oruç tutacaksan. Bir hadiste var ki peygamberimiz Ümmühani Ali aleyhisselamın bacısı cilde kaldı bu 40 günü. Ya Emirül Mümininin anası Fatime Esed'in kızı cilde kaldı. Bu 40 günü oruç tutur. Hadislerde var likulli şeyin zekat ve zekatul bedene es-som.
Hər şeyi bir pak eləyən var, bədəni də oruç pahlar. Yəni, insan istəyə bədəni xalis ola, nurani ola, pak ola, çox oruç tuta. Oruç bədəni pak elər. Peyğəmbərimiz bu ki, nurudur, pak idi. Hər cəhətdən imtiyazlı bir insanıdır. Amma bu 40 günün orucu onu artıq nurani elədi, pakizə elədi. 40-cı günüdür, Cəbrail gəldi ki, ya Rasulallah, Allahın töhfəsinə amadə ol. Cəbrail, Allahın töhfəsi nədir? Ərz elədi, ya Rasulallah, axşam görərsən. Axşam çağı Mikail göydən gəldi, bir təbəq yeməli gətdi. O yeməlilərin içində xurma idi, üzüm idi, alma idi və Kəvsər suyu idi. Ali əleyhissalama buyurdu ki, Əlican, qapını bağla. Bu gecə fəqirlərin heç biri gəlib mənlə iftar eləməyəcək və bu iftar hamıya haramdır məndən sonra, hətta sən bu iftardan yeməyəcəksən. Peyğəmbərimiz əvvəl axşam namazını qılardı, ondan sonra iftar elərdi. Bizə də sifariş olub ki, əgər ayrı adam sizi bəhləmir, müntəzir deyil sizə, gözətləmir sizi, siz yubansaz olar da ac qalacaqlar, gözləri yolda qalacaq. Əgər bir belə hal yoxdur, əvvəl axşam namazı qılın, sonra iftar edin. Amma gözləyəniz var, siz gəlməsəz onlar iftar açmazlar. Əvvəl iftarınızı açın, sonra axşam namazını qılın. Peyğəmbərimiz axşam namazını qıldı, iftar elədi. Doyunca o almadan, xurmadan, üzümdən yedi, Kəvsər suyundan içdi. Cəbrail su töhdü, Mikail dəsmal ilə Peyğəmbərin əllərini quruladı. İstədi dura artıq namaz qılan, xitab edişdi ki, du get Xədicənin evinə. Xədicə deyir, mən 40 gün Peyğəmbərin ayrılığında axşam olacağını qapını bağlardım, pərdələri salardım, namazımı qılardım. Ondan sonra biraz Peyğəmbərin ayrılığında ağlardım, sonra yatardım. Yavaş-yavaş adət elədim bu hala. 40-cı gecə idi, genə yatmışdım, yuxu ilə oyaqlıq arasındaydı, gördüm qapı döyülür, dedim kimsən? Peyğəmbərimdən sonra heç kəsin haqqı yoxdur bu qapını deyə, Peyğəmbər məhəbbətli və şirin dilinə dedi, Xədicə, mənəm, aç. Allah and olsun, o gecə Fatimənin nurunu özümdə ehsas elədi. Görün, Allah necə bir təşrifat edir? Peyğəmbər ki, bir parça nurdur özü, nurdan yaranıb. 40 gün oruç tutur, daha paylanır. Behiş qəzası yiyir, ondan nütfə olur, ondan Fatimə. Bilməliyik ki, əgər bir adam nüzul çörəyi yedi, faiz çörəyi yedi, çaxır çörəyi yedi, ya çaxır içdi, ya oğurluq çörəyi yedi, ya qumar çörəyi yedi, hər bir şeylər ki, Allah ona haram eləyib. Ya bir heyvanat yedi ki, onlar haramdılar, doğuşan yedi, tülkə əti yedi, ayrı bir ətlər yedi ki, İslam onları haram eləyib, onlardan nütfə oldu. O nütfə əgər bir gün uşaq olsa, nə olar? Qədimdən məsələ deyiblər ki, qanışqa nədir ki, kəllə paçası nə olar? Haram çörəkdən heç bir şey çıxmaz. İslam bu qədər ki, deyib, helal çörək yiyin, haram çörək nütfədə əsər qoyar. Mərhum Şeyx Bahai nəql edir, bir hədis şeir ilə buyurub ki, əgər bir adam haram tikəyə, o haramdan nütfə ola, o nütfə nənənin rəhiminə müntəqil ola, ondan uşaq ola, dünyaya gələndən sonra Peyğəmbər ona öğretmen ola, müəllim ola, Qur'anı ona dəstəyə, o haram əsərin çıxadacaq. Vəliza mühimdir insan haram yeməyə. Haram qoymaz insanın duası müstəcab ola. Haram qoymaz adam Allahla ibadət eləməyə hal tapa. Qahi adam namaz qılar, zahirdə namaz qılar, amma ürəyi ayrı yerdə olur. Ay ki, ürəyi olmaz, onun yanında Allahdır. Ürəyi gedər o yana, bu yana. Tarçı çar çalırdı toyda. Bir nəfər də gəldi, orada namaz başladı. Allahu Ekber. Bu tarçı da əsəbani oldu, qızlı dedi, baba, axı gedəydi bu namazı ayrı yerdə qılaydın da. Dedi, ayrı yerdə də qılsaydın, fikrim burada qalacaqdı. Dedim, elə həm namazımı qılım,
həm sənin tarıva qulaq asın. Qahi belədir. Adam fikri göylü qalır günah yanında, namaz halında günah fikr edir. O namaz faydasız namazdır. Namazın gərək ruhu ola, yəni namaz qıla-qıla fikrin də Allah yanında ola, qəlbin də Allah yanında ola, vücudun da Allah'a mütəvəccüh ola. Böyle o namaz olmaz. Haram koymaz adam Allah'a müteveccüh ola. Haram koymaz adam ahal tapa. Ürəkdən Allah'la dərdi dililiyə haram koymaz dua müstecab ola. Ve rica görürsünüz Ali aleyhisselamın halatında var ki Hazreti Ali ömrünün baştan başasında bir tikə haram yemedi. Yani bir tikə haram Ali aleyhisselamın boğazından getmeyip. Malum olur bu iş çok çətin işdir. Ahir zamanda da var ki iki şey az tapılı. Bir Allah'tan xatirə bir dostun ola. Sənin abruvu öz abrusu bilə, sənin rahatçılığı öz rahatçılığı bilə, sənin eybivi öz eybi bilə, sənin müsibətivi öz müsibəti bilə, hər cəhətdən sənə dost ola, yoldaş ola, bir belə adam ahir zamanda tapılmaz. Ahir zaman dostları ya adamın pulunda göz oluyor, ya ailəsində göz oluyor, ya həyat yoldaşında göz oluyor, ya məqamında göz oluyor. Cəhəssiz ahir zamanda adamla dost olmazlar. Hazreti Ali aleyhisselam buyurdu, elə bir dostlar ki, sənin şad günündə şad ola, qəmli günündə qəmli ola, sənin müsibət günündə əlindən yapışa, rahatçılığında o da rahat ola, şadlığında o da şad ola, sənin ehtiyacın olanda deməmiş əlindən tuta. Belə bir yoldaş az tapılı. Əqəllu ma yucədu fi axiriz zaman, əxun yusəqu bih. Və dirhəmun min halal. Bir tüməndə halal pul tapılmaz axiriz zamanda. Hətta o adamlar ki, halal işlirlər, onların pulu da geni qarışı harama. Məsələn, fəş toxuyur. Gözünün işığı o ilmələrdə qahi bir fəş neçə min, neçə milyon düyün vurulur bir fəşə. Məxsusən bu əbrişəmi fəşlərdə bir 2 metr, 1 metr fəş olsa, neçə min ya neçə milyon düyün aparır. Gözünün nurunu aparır. Amma o fəş toxutduran neyinir? Bir dənə çəh yazır. O deyir, ged o çəkib bahdan al. Nüzulu töküblə banca, çaxır pulunu töküblə banca, nə midunəm, haramları töküblə banca, oğurluqları töküblə banca, rüşvələri töküblə banca, yetim malların yeyiblə töküblə banca. Bu da gedir oradan o küpdən alır, o xumdan çıxadırlar bunu, buna da verirlər. Əgər ki, İslam bizə deyib, madam ki, bir şeyə yəqin eləməyibsən, sənə helal deyib. Sən deyəməzsən, o pul eynən haram deyil. Amma bilməsən də o xasiyyətin qoyar da. Məsələn, nə cür? Məsələn, siz getdiniz bir şəhərə ki, orada çaxır azaddır. Baqqallar, ayrı içməlilər, kokar, ayrı bir içməlilər qoyub, çaxır da qoyub, abıcov da qoyub. Siz tanımadınız bunu, dediniz və bunların hamısı içməlidir. Bu çaxırların birini götdünüz işləyiz. Siz günah eləməyibsiniz ona görə ki, siz bilmirdiniz ki, bu çaxırdır, siz çaxır içməyibsiniz, içməli bir şey içibsiniz, şərbət içibsiniz, müntəhab bilməyibsiniz bunu. Sizə haram deyil, amma sizi keyfləndirəcək də, o xasiyyətini qoyacaq da. Biz ki, haramları tanımırıq, Allah bizə qiyamət günə əzab eləməyəcək ki, sən niyə haram yedin? Mən bilmirdim ki, haramdır. Mən deyirəm, işləmişəm, əlimin qazancıdır. Yenə Allah ruhun şad eləsin, ay xoyunun. Bir dana məsələsi var, o müşkilə həll edir. Deyir, məsələn, sənin 10 milyon helal pulun var. Bu 10 milyon helal pulu verirsən bir nəfərə ki, yer alış-veriş edir. Və yəqinindir, bu yeri alıb satan heç xumsu verməz. Məsələn, 100 qəvarə yeri var, 50 qəvarə yeri var, bunu alar, o birisini satar, onu alar, bu birisini satar, xumsu da verməz. İndi gətdin sən pay 10 milyon helal pulu verdin bu yerə. Ay xoyu vurur, o yer ki verdilər sənə, o xumsusuz olur, o xumsu müntəqil olur, o pula.
Yəni bu yer ki sən aldın ha, xumsu o pulla gedər yer sahibinin boynuna. Bu böyük fürcədir adama. 10 milyon ki mən saf pul verdim tərəfə. Vəli o tərəfin yerində xumsulu var. Amma xumsu müntəqil olur. O pulun üstünə də mənim bu yerim halal olur, xumsuz olur. Bu əlbəttə xumsudadır, amma bir adam o yeri oğurluyub. Mən də 10 milyonu verdim ona. Sonra bilindi bu yer oğurluq yerdi. Onda bu yer sahibinin ki, mən pulumu tərəfdən alabildim, almışam. Alamadım, bu yer iyəsininkidir, sahibininki. Bəs haram çox mühimmidir. Və Peyğəmbərimiz Moqeyi ki Allah iradə elədi ona bir yaraşıqlı qız verə, nümunə ola, tamam dünyanın xanımlarından əfsəl ola, əla ola hər cəhətdə bu cür pak nütfədən, pak qəzadan, behiş qəzasından, behiş suyundan onu yarattı. Odur ki Xədicə o zaman ki hamilə idi, danışardı bu qızına. Bir gün Peyğəmbərimiz gəldi qapının dalında, gördü Xədicə şirin danışır. Döydü qapını, gəldilər, açdı, heç kəs yoxdur. Xədicə, mən kim ilə danışırdın? Dedi, ya Rasulallah, bu bətrimdəki uşağına. Həzrət Müdür Cəbrəil deyir, bu uşaq qızdır. Allah hər Peyğəmbərin nəslin oğlundan çoxaltdı. Amma mənim nəslimi bu qızdan Allah çoxaldacaq. Və lizad ilə bu gün dünyada 70 milyon seyyid var. Hamısı nəsli Fatimə. Bu seyyidlərin sigli də Əndülüzü ilə Tunisdədir. Tunisin hamısı seyyiddirlər, ağalı xanımlı, biduni istisna və əksərən də Qur'an hafızıdırlar və hamısı İmam Həsən nəslidirlər. Yəni bir məmləkətin hamısı nəsli İmam Həsəndir, Tunis. Ya Əndülüzüdə neçə milyon seyyid var. Dünyanın harasına geçsən, məşriqindən məğribə, gün doğanından gün batanına görəcəksən orada bir seyyid var. Fatimə Zəhra nəsli var. Ya dirisi, ya qəbri. Allah mənə buyurur ki, sənin nəsli o, mən bu qızdan çoxaldacağım. Sünnilər deyir ki, yox, nəsli oğlandan olar, qızdan nəsli olmaz. Bəli ki, Allah Quranda buyurur ki, Məryəm İbrahim, İsa İbrahim Xəlil nəslidir. Mərhum Sipeyr Nasıx-ı Təvarix kitabında yazır ki, mən saymışam, Həzrəti Məryəmdən İbrahim Xəliləcən 41 baba var. Yəni 41 baba İbrahim Peyğəmbərlə Həzrəti İsa arasında var. Gene Allah Quranda buyurur, İsa zürriye-i İbrahim Xəlildir.